Belə deyək, Mənim baxın, işimdə mən elədir. maşın satıram. Bu nə bilim, Pradodur tutaq ki. Bunun bazar dəyəri 30.000 manatdır. Aha. Mənim cəsarətim çoxdur. Gəl neçədir? Deyirəm 100.000 manat. Niyə? Mən İnandırım 30.000 sizə manatı ki, pul saymıram. Sən inanc. onu eləsən də eləməsən də bunun bazar dəyəri 30-dur. İndi sən bir lox tapıb onu 100-ə sata bilərsən. Lox deyil. O deməkdir ki, İnanc. onun dəyəri 100 oldu. Məndən soruşursunuzsa, mən sizə peşəmlə deyim də. Mən düşünürəmsə mən onu 100-ə satacağam. Gecə tezə o insan tapılacaq. O lox Mən deyil. döndürəm də, lox hər yerdə var. Siz niyə lox deyirsiniz insanlara? İnsanlara lox demək o deyil. Hər alıcını, hər satıcının bir alıcısı var. Mən belə baxıram. Razıyam. Bir şirkət sahibinə Baxın, gedirəm, bir mən xanım qiymətimi kökdür, deyirəm. 200 kilodur. Mən özüm gicliyə qoyum ki, bu arıqdır. O kök arvadı alan da olacaq, aydın məsələdir. Amma bu kökdür də, bunun adı kiminsə kökdür. zövqünə uyğundur. Tamam, amma yenə kökdür də. Bu Özür zövqünə dilərim. uyğun da arıqlamır ki. Mən onun köklüyünə qarışmıram ki. O istəsə, o Sən xanım. insana niyə lox deyirsən? Lox insan var da dünyada. Mən lox deməzdim. Yox, yenə deyirəm, kök insan var həyatda, var. Bəzən o lox dediyiniz insan saf insan. Saf, loxda inanan, hər şey inanan. Bu arada özüm hər bir şeyə inanan bir insan olmuşam. Sorğuluyuram, bu niyə mənim həyatımda baş verdi? Mən niyə bunu yaşadım? Bir insan bunu sorğulamırsa, əlbəttə o loxdur. Siz dediyiniz kimi safdır, elə orada da qalacaq. Nə oldu, sərdən lox yox idi, indi var? Siz deyirsiniz də var. Mən deyirəm saf insandır, böyüyür oradan.